Mən nəinki uşaqlara bilik öyrədirəm, eyni zamanda yoldaşımın timsalında şəhid olan bütün şəhidlərimizin, vətən uğrunda can verən bütün oğullarımızın dəyərini şagirdlərə mənəvi dəyər kimi aşılayıram. Mən məsuliyyətimi dərk edərək şagirdlərə vətənpərvərliyi şəhid həyat yoldaşı olaraq canlı nümunə kimi uşaqlarıma aşılayıram. Və istəyirəm ki, şagirdlərim bir Azərbaycan vətəndaşı kimi, gələcək azad, suveren Azərbaycan vətəndaşı kimi bu ölkənin gələcəyi üçün məhz şəhidlərimiz kimi, Vüqar kimi, şəhid mayor Vüqar Heydərov kimi vətənimizə xidmət etməyi bacarsınlar. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər 3 nömrəli tam orta təhsil məktəbində Vətən müharibəsi iştirakçısı və antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olan mayor Vüqar Heydərovun xatirəsinə ehtiram olaraq 5C sinifinə onun adı verilib. Bu münasibətlə məktəbdə şəhidin xatirəsinə həsr olunan duyğusal tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və şəhidin ailə üzvləri iştirak ediblər. Direktor əvəzi Günay Heydərova çıxışında bildirib ki, bu cür addımlar təkcə bir sinifə ad verilməsi deyil, gələcək nəsillərin vətənpərvəri ruhda tərbiyəsinə qoyulan mənəvi təməldir. Vətən uğrunda canından keçən oğulların adlarını məktəblərdə, siniflərdə, uşaqların hafizəsində yaşatmaq tarixə, şəhidlərə, dövlətə sədaqətin göstəricisidir. Tədbirdə çıxış edən digər natiqlər 44 günlük vətən müharibəsi və 2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatları zamanı Azərbaycan əsgər və zabitlərin göstərdikləri igidlikdən danışıblar. Onlar şəhid mayor Vüqar Heydərovun döyüş yolunu xatırlayaraq onun qəhrəmanlığını qürurla yad ediblər. Məktəblərin ifasında vətən, şəhidlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib, vətənpərvəri ruhunda mahnılar ifa olunub. Qeyd edək ki, şagirdlərin ifasında səsləndirilən şeirlərin əksəriyyəti şəhidin həyat yoldaşı elə həmin sinifin müəllimi Ülkər Vüqarlıya aiddir. Tədbir zamanı şəhidin həyat və döyüş yoluna həsr olunan qısametrajlı film nümayiş etdirilib. Bildirilib ki, 2023-cü ilin sentyabrın 19-da vətən torpaqlarını terror təhdidindən qorunmaq üçün başlanan antiterror əməliyyatları zamanı mayor Vüqar Heydərov döyüş bölgəsində idi. O, həmin gün səhər saat 9-da həyat yoldaşı ilə danışaraq döyüş postlarına yollanacağını və bir müddət ona zənglərin çatmayacağını bildirib. Bu, onların son söhbəti olub. Saat 11 radələrində Zirvə adlı döyüş postunda tapşırığı yerinə yetirərkən mayor Heydərov şəhadat zirvəsinə ucalıb. Şəhidin həyat yoldaşı 5C sinifinin müəllimi Ülkər Vüqarlı bildirib ki, Vüqarın torpağa tapşırıldığı 21 sentyabr günü səma qapqara buludlarla örtülmüşdü. Göylər nə güruldadı, nə də yağış yağdı. Bu sinif artıq təkcə 5C deyil, bu sinif Vüqar Heydərov sinifidir. 2023-cü ilin sentyabrın 20-sinə qədər mən Heydərov ölkə intiqam qızı idim. Həmən gün şəhid mayor Vüqar Heydərovun vətən uğrunda can verdiyi gün idi. Həmən gündən sonra mən artıq Heydərova Ülkər intiqam qızı deyiləm. Mən Vüqarlı Ülkərəm və bu Vüqarlı Ülkər adı ilə hər yerdə təqdim olunmaq istəyirəm, hər yerdə ad qoymaq istəyirəm. Ömrümün sonuna qədər artıq mən Vüqarlı Ülkərəm. Bunu özümə söz verdim, onu vətənə qurban verdiyimiz gündən etibarən. Vüqar adı kimi Vüqarlı idi, mərd idi, vətənpərvər idi, vətənini sevən idi, ailəsinə bağlı idi. İnsan ürəyində nə qədər sevgi olarmış, ilahi, insanın qəlbində nə qədər şəfqət olarmış, mərhəmət olarmış. Vüqar hər tərəfli insan idi. Həm ailə başçısı kimi, həm övlad kimi, həm ata kimi, həm həyat yoldaşı kimi. O qədər hər tərəfli insan idi, həm zabit kimi. Bu cür igidi vətən yolunda, xalq yolunda 18 il xidmət edən, can qoyan, şərəflə xidmət edən bir zabiti yaşatmaq üçün mən yaşamaq məcburiyyətindəyəm. Və bu məcburiyyəti yaşamaq eşqinə döndərərək, onu yaşadaraq yaşamağa başladım. Və özümə söz verdim ki, hər gün bir rutin halına gətirim, Vüqarı yaşatmaq üçün hər gün bir addım atım və bu mənim gündəlik rutinim olsun. Elə bir gün olmur ki, mən onu xatirəsi üçün bir addım atmayayım. Ya paylaşaraq mı deyim, ya şeir yazaraq mı deyim, ya bir lövhə təşkil edərək mi deyim, ya onun haqqında bir söhbət salaraq mı deyim. Artıq Vüqar mənim dilimin əzbəri olub. Mən düşünürəm ki, bu bütün şəhidlərimiz üçün olunmalıdır. Çünki hər bir şəhid fərqi yoxdur. Hər bir şəhid vətən uğrunda can verib. Vətən uğrunda düşünmədən can veriblər. Belə bir deyim var, şəhidlər ölmür.
əgər bir igid vətən uğrunda ölürsə, mini dirilir. Çünki biz onların vətən uğrunda verdiyi cana görə borcluyuq ki, onları yaşadaq və yaşadaraq dirildək. Və mən də bu yolla özümə söz verdim ki, məktəbdə, təhsil ocağında çalışaraq hər bir uşaqdan bir vüqar yaradım. Bir var ki, adi vətəndaş kimi, vətəndaş müəllim kimi vətənpərvərlik hisslərini aşılayasan. Bir də var ki, şəhidin ömür gün yoldaşı olaraq şəhadət acısını, şəhadət dərdini yaşamış bir canlı nümunə kimi bunları şagirdlərə aşılamaq. Və bu daha güclü alınır məndə. Çünki mən artıq şəhidliyin nə olduğunu dadmışam. Bu uca zirvənin verdiyi fəxarətin qüruru uşaqlara daha gözəl ötürə bilirəm. Və bu yolda da əlimdən gələni eləyəcəyəm. Şəhid mayor Vüqar Heydarovu ömrümün son anına qədər yaşadacağam. Çox qürur verici bir haldır ki, şəhidimiz mayor Vüqar Rafailoğlu Heydarovun xanımı Ülkər Heydarova bizim məktəbdə müəllim kimi fəaliyyət göstərir və eyni zamanda da dərs dediyi sinif şəhidin adını daşıyır. İnanıram ki, ümid eləyirəm ki, 5G sinifində təhsil alan şagirdlər Vüqar kimi vüqarlı oğul qızlar olacaq. Eyni zamanda vətənə, torpağa layiqli övladlar kimi yetişəcəklər. Burada böyüyən hər bir uşaq artıq bir qəhrəman adını daşıyır. Bu təkcə təhsil otağı deyil, bu qəhrəmanlığın, sədaqətin və şəhidlik andının yaşadığı bir məkandır. Şəhid mayor Vüqar Heydarovun adı indi məktəbin divarlarında, sinif lövhələrində, uşaqların qəlbində yaşayır. Ruhun qarşısında baş əyirik, Vüqar Heydarov. Sənin adın gələcək nəsillərin dili ilə vətən sözünün yanında çəkiləcək. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.